Saatlar vaxtınız xeyir olsun. Biz bugün 7-ci coğrafya iş dəftərindən bölümü 6.2 azıq mağarasının alov güllələrində mövzusunu çalışmaların izahına baxacağıq. Vaxt itirmədən çalışmaya baxaq. Dedik ki, fikirlərə uyğun gələn sözlərin altından xətt çək. Azərbaycanın ən qədim yaşayış məskəni azıq yoxsa qazma mağarası hesab edilir. Ən qədim yaşayış məskəni Azərbaycanda azıq mağarasıdır, qazma deyil. Əhalinin sayı artdıqca və yaxud azaldıqca ölkənin digər ərazilərində məskunlaşmışlar. Biz bilirik ki, əhali artdıqca, yəni yeni ərazilərə ehtiyac duyulur və insanlar yeni ərazilərə köçürlər. Yəni burada artdıqca olacaq, azaldıqca deyil. Daha sonra iqtisadi şəraitlə bağlı 20-ci əsrdə ölkənin digər ərazilərindən Gəncəyə və yaxud da Bakıya köçmüşlər. Bura Bakı olacaq. Yəni Gəncəyə köçmüşlər. Düzdür, Gəncədə inkişaf etmiş şəhərdir, lakin Bakı Gəncədən daha çox inkişaf etmişdir. Yəni 20-ci əsrdə ölkənin digər ərazilərindən Bakı köç olunmuşdur. Hazırda Bakı əhalisinin sayı 4,2 milyon yoxsa 2,4 milyon nəfərdir. Nəfərə qədərdir. Bakı şəhər əhalisinin sayı 2,4 milyon nəfərdir. Yəni kitabda qeyd olunduğu statistikaya əsasən. Ölkənin əsas idarə etmə, mədəniyyət, biznes mərkəzi şəhərlərdə yoxsa paytaxtda cəmlənmişdir. Ölkənin əsas idarə etmə, biznes və digər sahələri paytaxtda, yəni Bakı şəhərində cəmlənmişdir. Ona görə burada olacaq paytaxtlar. Sonra ikiyə bağlı kontur xəritəyə əsasən tapşırıqları yerinə yetirin. Qədim insanın məsələlərinin xəritə üzərində rəqəmlərini qeyd edin. Gəlin qeyd edək. Baxın, birinci azıq mağarası olacaq, ikinci olacaq burada daş sallaqlı, üçüncü olacaq qazma mağarası, dördüncü olacaq burada adı neydi bunun, Qobustan mağaraları, beşdə olacaq Büzyer mağarası. Yəni baxın, bizdir daha doğrusu. Sonra deyik ki, qeyd edilən ərazi adları rəqəminə uyğun yaz. Yəni dedik ki, bir də Azıq mağarası Xocavənd rayonunda yerləşir, 2 də daş sallaqlı yerləşir Qazax rayonunda, 3 də qazma yerləşir Naxçıvanda, 4-də Qobustan yerləşir Abşeronda və 5 isə Büzyer yerləşir, Lerikdə yerləşir. Daha sonra isə baxaq, mətndəki boşluqlara verilən sözlərə uyğunluğunu tanımla. Məşhur səyyah Qobustanda olarkən hansı səyyah olacaq? Bu Turheyda olacaq. Daha sonra Qayüstü rəsmləri harda olduğunu bildirmişdi, Norveçdə olduğunu bildirmişdi. Yəni bu kitabda da belə yazıb. Daha sonra Qobustanda yaxınlığında orta əsrlərdə yaşayış məntəqələri yaranmışdır. Yəni ən qədim yaşayış məntəqələri yaranmışdır. Yəni bura ən qədim sözü gedəcək. Bura oldu Turheyda, bura oldu Norveç, bura olacaq ən qədim. Sonra deyir ki, Bakı şəhər formalaşmaya başlamışdır. 19-cu əsrdə başlayaraq Bakının əhali sayı sürətlə artmağa başladı. Hazırda Bakının əhali sürətlə artmağa başladı. Hazırda Bakı Qafqazın ən böyük şəhəridir. Sonra baxaq. Bura qədərdir dərsimiz. Bu azıq mağaralarla, alov güllələrlə doğru dərsimiz bura qədərdir. İzlədiyiniz üçün təşəkkür edirəm. Gələn videolarda görüşəndə hələlik.